Salam əziz izləyicilər. Bugün biz Kürdəmir rayonundayıq. Kürdəmir rayonunda bizim 94-cü ildə şəhid olmuş şəhidimiz Seyidov Yaşar Həkimoğlu'nun evində, isti ocağında, müqəddəs ocağındayıq. Ziyarətə gəlmişik. Bugün şəhidimizin 32-ci il dönümü qeyd olunacaq cənnətdəki. 32-ci il dönümüdür. Onun şəhadətindən 32 il ötür. Şəhidimiz Seyidov Yaşar Həkimoğlu torpaqlarımızın azadlığı uğrunda gedən 1-ci Qarabağ döyüşlərində qəhrəmancasına şəhid olmuşdur. Füzuli rayonunun Əbdürrəhmanlı kəndində şəhidlik zirvəsinə yüksəlmişdir. O 24-cü ay 1968-ci ildə Kürdəmir rayonunda anadan olub. 25-i 1-ci ay 1994-cü ildə Füzuli rayon Əbdürrəhmanlı kəndində qəhrəmancasına şəhid olmuşdur. İndi biraz sonra biz Kürdəmir rayonunda Şəhidlər Xiyabanında şəhidimizin məzarını ziyarət edəcəyik və şəhid analarımızla birlikdə şəhid sevənlərimizlə, vətən sevənlərimizlə bir yerdə ziyarətə gedəcəyik. Və sonra şəhidimizin evində ehsan süfrəsi veriləcək. Şəhid bacımız Vəfa Seyidova bu yolu davam etdirir. Şəhid qardaşının ruhunu hər zaman uca tutur və deyir ki, nə qədər sağamsa bu yolu, qardaşımın yolunu davam etdirəcəyim. Burada bizimlə şəhid analarımız Qəbələdən gəliblər. Şəhla ana, Möhtəbər bacımız, anamız, Bəhruzun anası gəlib Naftalandan. Sonra Xəyyamın maması, anası Səba ana, sonra Əsli ana, Ağaşirin Ağaşirin balamızın, qəhrəmanımızın anası və Talih Şirinovun anası Brilliant ana və bir də bizim Qumru anamız Bakıdan gəlib, şairimizdir, yazıcımızdır və gözəl şeirlər müəllifidir. O da şəhidimizin anasıdır, 90-cı illər şəhidinin anasıdır. İndi bir yerdə biz gedib ziyarət eləyəcəyik, sonra isə bizim bu tədbirimiz davam edəcək. Şəhla anamız Qəbələ rayonunun Qumqasırasına gəlmişəm. Xüsusi təyinatlı kəşfiyyatçı Sahil Şirinovun anasıyam. Amerika döyüşlərində ilk torpaq alan igidlərin biri də mənim balam oldu. Çox sağ ol. Allah məqamlarını uca eləsin. Amin Allah. Yerləri cənnət, məqamları onsuz da cənnətdir. Bəli. Yəni bu günləri biz Qəbələdən bura gəlmişik ki, balamızın anası da rəhmətə gedib, Allah ruhunu şad eləsin. Allah məqamını uca eləsin. Çox sağ olun. Allah sizi var eləsin. Nə qədər ki, yaşayırıq, bağlarımızı yaşadıq. Allah bacısına da uzun ömür versin. Sağ olun, sizlərlə bağlı. Həmişə dönümünü qeyd eləsin. Amin.